səhər sübhdən durub ruzisinin dalıyca yola düşənlər, halal zəhməti ilə, alın təri ilə evinə bir tikə halal çörək gətirsin deyə səhər sübhdən evdən çıxıb axşam işə qayıdanlar, kimliyindən asılı olmayaraq, istər atalarımız, istər analarımız, istər bacılarımız, istər qardaşlarımız halal tikəsini alın təri ilə insanlığa yaraşan şəkildə insan kimi qazanan hər bir kəsin Allah ruzisini bol eləsin. Allah canlarına güc və qüvvət versin. Allah ömürlərini uzun eləsin. Və əsas məsələ, Allah hər birinizin ruzisini, çörəyini isti, suyunu sərin eləsin inşallah. Amin ya Rəbbim.